Dərslər bitdi, minlərlə şagird və tələbə yay tətilinə çıxdı. Bu dövrdə paytaxt küçələrində nəqliyyat sıxlığının azalacağı gözlənilirdi, amma gözləntilər özünü doğrultmadı. Real mənzərə fərqlidir. Bakı yenə də tıxac içindədir. Saat 4-dən sonra mən maşın sürmürəm, belə deyək. Maşın çoxdur, əhali çoxdur, ona görə ən əsası. Hər yerdə düşürük tıxacı, hər yer tıxacdır. Bax, günü bugün aeroport yolunda, Koroğludan Neftçilər xəstəxanasının yanına mən gəlmişəm, oradasa bir 40 dəqiqəyə. Saat söhbəti var, ancaq saat 9-10-dan sonra biraz yollar boş olsa olur. Elə o vaxtda, belə deyək, bulvarın qırağına get, tıxacdır. Əsas yollar həmişə tıxac olur. Məktəblər olan vaxtı tıxac daha da çox olurdu. Məktəblər yoxdur, bir balaca fərq edib, amma yenə də tıxac çoxdur. Yəqin ki, insanlar heç kim rayona getmir də ona görə. Mən Xətai rayonundan Yusuf Səfərovdan, Xətaydan çıxmaq qeyri-mümkündür, Bayıldır. Ondan sonra Tbiliskidir, Dərnəgüldür, 20 yanvardır, Masazırdır, Xırdalan. Yaralı yerimiz oradır. Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, Bakıda tıxacların əsas səbəbi yalnız təhsil mövsümünün aktivliyi deyil, avtomobil sayının normadan artıq olması və ictimai nəqliyyatda mövcud olan problemlərdir. Ali və orta ixtisas məktəbləri tətilə çıxsın, bağçalar işləməsin, vətəndaşların daha çox bölgələrə səfər etdiyi günlər olsun. Yəni adi günlərdən bu günlərdə də fərq yoxdur. İctimai nəqliyyatın işini optimallaşdırması, velosiped zolaqlarının çəkilməsi, aparılan təbliğat vətəndaşları ictimai nəqliyyata yönəltmək barədə aparılan təbliğatlar, bunlar hamısı doğrudur. Amma hələlik heç bir nəticəsini görə bilmirik. Nəqliyyat vasitələrinin sayı, həmçinin metropolitenin kifayət qədər stansiyalarının olmamağı, həmçinin vətəndaşların hələ də fərdi nəqliyyat vasitələrindən daha çox istifadə etməyə çalışmağı. Bütün bunlar hamısı mənfi təsir göstərən amillərdir, sıxlığı tıxacı artıran amillərdir. Ekspert onu da bildirib ki, hər il ölkəmizə orta hesabla 100 min yeni nəqliyyat vasitəsi gətirilir, lakin utilizasiya olunan avtomobillərin sayı çox az olduğundan tıxaclar azalmır. Görünür, paytaxtda nəqliyyat sıxlığı daha dərin və sistemli səbəblərlə bağlıdır. Problemin həlli üçün hər şeydən əvvəl ictimai nəqliyyatın daha rahat və seçilən seçimə çevrilməsinə ehtiyac var. Turqan Əliyev, Bəxtiyar Babayev, Kənan Qafar, Xəbər Ertəsi.